Təsəvvür edin, 15-ci əsr Florensiyası, hər yerdə siyasi qarışıqlıq. Bax, belə bir vaxtda diplomat və filosof Machiavelli özünün məşhur Hökmdar əsərini yazır. Və bu sadəcə bir kitab deyil. Yox, bu siyasəti əxlaqdan tamamilə ayıran və liderlərə hakimiyyətin necə qorumağı öyrədən sözün əsl mənasında inqilabi bir bələdçidir. Yaxşı, bəs onun fikirlərini bu qədər fərqli edən nə idi? Gəlin 3 əsas məqama baxaq. Birincisi, hökmdarın əsas məqsədi. Machiavelliyə görə liderin işi mənəvi cəhətdən yaxşı olmaq deyil. Əsas məsələ dövlətin sabitliyini və öz hakimiyyətini qorumaqdır. Yəni, effektiv olmaq üçün bəzən qəddar və hətta vicdansız davranmaq zəruridir. İkincisi, o, klassik sualı verir. Sevilmək daha yaxşıdır, yoxsa qorxulmaq? Cavabı isə bir mənalıdır. Qorxulmaq daha təhlükəsizdir. Çünki bilirsiniz, sevgi etibarsızdır, amma cəza qorxusu insanları itaətdə saxlayır. Amma bir şərtlə, hökmdar heç vaxt nifrət qazanmamalıdır. Çünki nifrət birbaşa üsyan aparır. Və nəhayət üçüncüsü, zahiri görünüş hər şeydir. Machiavelliyə görə böyük bir liderin, məsələn, mərhəmətli və ya dürüst olması vacib deyil. Əsas odur ki, xalq qarşısında elə görünsün. Çünki insanlar sizin nəticələrinizə görə hökm verir, pərdə arxasında nələr baş verdiyinə görə yox. Yekun olaraq, Machiavellinin fəlsəfəsi belədir. Məqsəd, yəni güclü və sabit bir dövlət, istifadə olunan bütün vasitələrə haqq qazandırır.